Her zaman yanınızdalar. Teşekkür ederim. Və həqiqətən fəxr edirəm ki, bu həqiqətən kulinariya səyahətimizə böyük bir addımdır. Yəni mənim bilirsiniz kimi dövlət nəsə aşpazam, babalar, əmrim, atam, yəni bir oğlum, bütün namısı nəsil aşpazdır. Və o qədər yetirməmiz var ki, və həqiqətən fəxr edirəm ki, mənim bu qədər yetirmələrim var. Mən bacardım qədər, yəni öyrədirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ən əsas bildiklərimizdən, elmdən öyrənim ki, yəni onun əvəzinə Allah qılmanda savab qazansın. Yəni bizim bugünkü gündə elə aşpazlarımız var ki, baxırsan ki, 70 yaşı var, 65 yaşı var. Məsələn, özü sənətkar deyil. Məsələn, baxsan hansı tarifə edən var ki, məsələn, mən bu sənətdə 60 iləm, yəni 35 il. Amma bir nəticə yox. Nəticə yox. Bir dənə sənətkar çıxarıb görmür ki, bu mənim tələbəmdir. Sözüm odur ki, bəli, şükür olsun Allah ki, mənim bu yetirmələrim var. Amma 65 il, 70 il əldə çəkənlər deyir ki, özümüz ki, əldə çəkirik. Amma bir dənə nəticələr yox. Allah necə hamısını cansaqlıq versin. Özündən sonraki nəsil üçün nəsə qoysun. Həmçə deyirəm ki, müəllim keçmişi quran, gələcək yaradan. Bazarımız qədər sözsüz ki, onun müəllim ümumi fərqi yoxdur ki, aşpaz müəllim oldu, kimə müəllim oldu. Əsas yaradıcı. Başım düzəldən olsun. Allah can sağlığı versin. İlkin ustaya, ilkin müəllimə, ilkin şefə. Biz şükür edirik ki, bizim bu az yaşımızda maşallah bəs qədər tələbələrimiz var və hətta Azərbaycanı təmsil edən tələbələrimiz də var bir göz qabağında. Yəni bu yaşda bizim bu qədər tələbəmiz olmaq bizə sənədir. Bəli. Nəinki deyək ki, 90 yaşı var, həm 80 yaşı var, yetirmələrini göstərir. Yoxdur. Ona görə hamımızın can sağlığı versin. Benim son bir Bir geç papaz, neden deyim sözü, adım çekildi.